Digər misal həllinə baxaq. Deməli, x minus 4 modulda üzərinə gəlsin y-6 moduldur. Şərtdə də belə var ki, x 4-dən kiçik, y 6-dan böyük. Deməli, 4-dən kiçik qiymətlərdə, məsələn, 3 qoysaq, 3 minus 4. Deməli, mənfi olur. Deməli, nə etməliyik? İfadəni dəyişməliyik. 4 minus x şəkilində yazmalıyıq. Üzərinə gəlinsin. 6-dan böyük nəyimiz var? 7 var, 8-ə. Burada qoyduqda mənfi olmadığı üçün olduğu kimi qalır. Və yekunda modulları açsaq, 4 minus x üzərinə gəlsin y minus 6. Deməli, 4-dən 6 çıxdıqda mənfi 2 plus y minus x şəklinə gəlib düşəcəkdir. Sonra uşaqlar qeyd edin n-ci dərəcədən kök. N-ci dərəcədən kök. Deməli, a-nın n-ci dərəcədən kökü, a-nın, a ədədinin n-ci dərəcədən kökü bu şəkildə yazılır. Burada biz buna bir x ədədinə bərabər eləsək, yəni burada a-nın a ədədinin n-ci dərəcədən kökü x-ə bərabər olsa, deməli x a-nın n-ci qüvvəti deməkdir. Yəni x o deməkdir ki, burada səhv yazdım. A ədədi bərabərdir x-in üzərində n. Yəni x-in qüvvətinə bərabər. Necə? Məsələn, deyirik ki, məsələn, ikinci dərəcədə yazılmır. 9 bərabərdir nəyə? 3-ə. Deməli, 3-ün kvadratı, yəni bu 2 bərabər olur nəyə? 9-a. Yaxud kökün altında 32. Deyək ki, 5-ci dərəcədə. 5-ci dərəcədə, yəni hansısa da deyək ki, 5 dəfə bir-birinə vuranda 32 gelir. Deməli, 2, yəni 2 üstü 5 bizə nə verir? 32 verir. Qeyd etmək lazımdır ki, əziz şagirdlər, kökün altında cüt dərəcədə mənfi ədəd ola bilməz. Məsələn, ikinci dərəcədə mənfi ola bilməz. İkinci, yaxud dördüncü dərəcədə mənfi 64 ola bilməz. Yəni, elə bir ədəd yoxdur ki, biz onu 2 dəfə bir-birinə vurduqda mənfi 16 olsun. Amma tək dərəcədə ola bilər. Məsələn, tək dərəcədə 3-cü dərəcədə mənfi 20. Cavab olur mənfi 3. Yəni, o deməkdir ki, mənfi 3-ün kubu bizə mənfi 27 cavabını verir. Yəni, mənfi 27-dən 3 dəfə kök aldıqda, 3-cü dərəcədən kök aldıqda mənfi 3 cavabı alınır. Bəzi xassələri yazım, n-ci dərəcədən kökə aid. Məsələn, eyni dərəcədə iki ifadənin hasilini bir kökdə yaza bilərsiniz. A vurulsun B. Məsələn, deyək ki, ikinci dərəcədən yazaq, ikinci dərəcədən 4 vurulsun, məsələn, 9. Bilirsiniz ki, bunun cavabı 2 vurulsun 3-dür də, 2 vurulsun 3-dür. Yəni 6 olacaq. 4-ü 9-a bir kökdə vurub 36, kök alsaq neçə olacaq? 4 olacaq. Bunlar özünüz misal nümunələri üzrə yoxlayarsınız. Mən əsas xassələri yazıram. N-ci dərəcədən A bölünsün N-ci dərəcədən B. Deməli, bir kökün içində A bölünsün B şəklində yaza bilərsiniz. Və yaxud N-ci dərəcədən A-nı qüvvətə yüksəldikdə biz belə yaza bilərik. N-ci dərəcədən A qüvvət belə də ola bilər. Bu şəkildə yaza bilərsiniz və yaxud A n bölünsün n. Misal nümunələrini özünüz yaza bilərsiniz ki, doğruluğunu daha düzgün başa düşəsiniz. N-ci dərəcədən A-nı n-ci dərəcə qüvvətə qaldırdıqda A-nın özünə bərabərdir. Yəni bir ədəddən kök alıb təzədən onu qüvvətə qaldırsaq, yəni həmin ədədin özünə bərabər olur. Yadda saxlayın ki, cüt dərəcədən olan ifadələrdə bunu belə mötərizə yazaq. A üstü 4 modulla çıxacaq. Çünki mənfi ədəd ola bilməzlər.
Biz dedik ki, cüt dərəcədə kökün altı mənfi ola bilməz. Ona görə də modul ifadəsi şəklində yazmalısınız. Və yaxud 8-ci dərəcədən x üstü 8 bərabərdir x modulla. Amma tək dərəcədə heç bir problem yoxdur. Məsələn, 7-ci dərəcədən y üstü 7 bərabərdir y şəklində yaza bilərsiniz. Bu izahımızı başqa bir misal nümunəsi göstərim sizə. Buna aid 12-ci dərəcədən kökün altına a üstü 12 minus 5-ci a üstü 5 plus a üstü 6 plus a kvadrat kök altında. Deməli, şərtdə deyir ki, a sıfırdan kiçikdir. Deməli, şərtdə a sıfırdan kiçikdir. Biz ilk olaraq nə etməliyik? Dedik ki, cüt dərəcələr modula gedəcək. Bu oldu modula. Bu modulsuz a. Bu da modula. Bu da modula. Cüt dərəcələr olduğu üçün. Bərabərdir. A sıfırdan kiçik şərti bizdə nəyə aiddir? Modula aiddir. Deməli, a modul a. A-dan a sıfırdan kiçik olduğu modul mənfini açaraq. Deməli, a minus a olduğu kimi qalır. Plus a qarşısında var. Minusla açırıq. Minus yenə a. Yenə minus a. 4 dənə minus a yekunda bizə verir mənfi 4a. Mənfi 4a. Burada yazaq. Burada yer olmadı. Mənfi 4a. Yəni, burada a-nın sıfırdan kiçik qiyməti bizə nəyə aid əziz şagirdlər? Modula aiddir. Sonra keçək digər misal nümunələrinə. Burada kitabda misal nümunələri var. Məsələn, yazıb ki, x minus 2 kökün altında. Mütəzət yazmalıydım. Modunu yazdım. Bunun kvadratı. Yaxud x kiçikdir. Yaxud x 7 ilə 3 arasındadır. Deməli, 3 ilə 7 arasında biz buna qiymət versək, məsələn, 3-ün özünü versək, yaxud 5-i versək, cavab olacaq nə? Müsbət. Biz bunu modula çıxartdırıq və müsbət qiymətini olduğu kimi deməli nə olur? İfadə qalır. Yox, əgər digər misalda 4-cü dərəcədən x minus 8 üstü 4. Burada yenə modula salsa, bu misalda isə bu aralıqda cavabımız nə olacaq? Deməli, 8 minus x olacaq. Modul mənfili açılmalıdır. Çünki 7-dən kiçik qiymət, yaxud 7-nin özünü versək, bura mənfi cavab alınır. Biz də ifadəni bu şəkildə, yəni mənfi, modul mənfini açırıq. Sonra uşaqlar, ədədi orta. Ədədi orta ədədlərin cəminin ədədlərin sayına nisbətidir. Məsələn, 3 ədəd var. Məsələn, ədədlər 3 dənə ədəd varsa, məsələn, a plus b, bunlar cəmləyib böləcəksiniz 3-ə. Bu olur ədədi orta. 5 dənə ədəd varsa, cəmləyib 5-ə bölürsünüz. Həndəsi orta isə 2 ədəd iştirak edirsə, a və b ədədləri. Deməli, ikinci dərəcədən bunların hasilindən kök alırsınız. İkinci dərəcədən. 3 ədəd iştirak edirsə, 3-cü dərəcədən bunların hasilindən kök alırsınız. 4 ədəd iştirak edirsə, 4-cü dərəcədən kök alırsınız. A, B, C, D. Sonra uşaqlar, ədədin standart şəkli var. Həqiqi ədədlər mövzusunda. Ədədin standart şəkli o deməkdir ki, ədəd bu şəkilində gəlib düşməlidir. Hər hansı bir ədəd A vurulsun, onun üstündə N şəklində düşməlidir. Burada A ədədin qiymətli isə, burada R yazaqdır. R hər hansı bir ədəddir. A qiymətli hissədir, N də onun tərtibidir. A burada qeyd edin ki, ondan kiçikdir, birdən böyük bərabərdir. Məsələn, bir ədəd yazmışam. R ədədi, məsələn, 34. Deməli, bu şəkildə yazmalıyıq. Yazarıq 34 bərabərdir 3,4. Yəni, A ədədini 1 və 10 arasında yerləşdirməliyik. Vurulsun nəyə?
ona vurmalıyam ki 34 olsun. Yaxud 246. Demək A ədədini yerləşdirdim 1 ilə 10 arasında. 2,46. Bunu vurmalıyam nəyə? Onun kvadratına 100'ə vurmalıyam da 246 ədədi alınsın. Yaxud yazmışam 2000. Deməli 2 vurulsun nəyə? Onun kubuna. Deməli burada bunun qiymətli hissəsidir. 3 isə onun nə idi? Tərtibidir. Ədədin tam və kəsir hissəsi. Ədədin tam və kəsir hissəsi nə deməkdir? Ədədin tam hissəsi ilə tam hissəsi belə işarə olunur. X. Kəsir hissə isə belə işarə olunur. Ədədin tam hissəsi ilə kəsir hissəsinin cəmi ədədin özü verir. Deməli, hər bir ədədin tam hissəsi. Məsələn, kəsir ədədlərdən danışaq. Tam hissəsi həmin ədəddən solda yerləşən ilk tam ədəddir. Məsələn, deyirəm ki, 2,3. Bundan solda yerləşən ilk ədəd hansıdır? 2. Deməli, bunun tam hissəsi 2 olur. Solda yerləşən ilk ədəd. Bunun tam hissəsi oldu 2. Kəsir hissəsi bəs nə olur? Bu ədədin özündən də bunu çıxa bilərsiniz. 2,3'dən 2'ni çıxanda cavab olur nə? 0,3. 0,3 oldu bunun nəyi? Kəsir hissəsi. Həmişə yadda saxlayın uşaqlar. Kəsir hissə 0 ilə 1 arasında yerləşir. Bu x daxildir. 0 ola bilər, 1 ola bilməz. 0 ilə 1 arasında. Məsələn, de ki, 5 ədədinin tam hissəsi elə 5'dir. Kəsir hissəsi isə 0'dır. 0'dan ibarətdir. Bir neçə misal göstərim ki, daha aydın başa düşəsiniz. 1,7 ədədinin tam hissəsi özündən solda gələn ilk tam ədəd 1. Kəsir hissəsi 0,7. Yəni 1,7'dən 1'in eləyirik çıxır. İndi mənfi ədədlərdə mənfi 2,1. Bundan solda gələn ilk ədəd mənfi 3. Biz mənfi 2,1'dən mənfi 3 çıxdıqda cavab olur 0,9. İndi mənfi 3 üstə 0,9 yəni mənfi 2,1 edir. Tam hissə kəsir hissə aid çoxlu misal izahlarında verəcəm. Dərs izahında verəcəm. İndi məsələn kökaltı ifadələrdə tam hissəni tapaq. Deyək ki 6 ədədi. Bunun tam hissəsini bizdən soruşur. Bilirik ki 6 ədədi kök çıxacaq bundan 2 tam nə qədər? Deməli bunun tam hissəsi 2'dir. 6 ədədinin özü 6 ədədinin tam hissəsini yazmalıdır. 6 ədədinin özü kökün altında olur. Məsələn bir təqribi bir ədəd deyək. Hardasa bir 2,6 eləyər də hardasa. 2,6 nə qədər belə. Bunun tam hissəsi 2'dir. Demək kəsir hissəsi 6'dır. Biz bu kəsir hissəsini necə tapa bilərik? Deməli bunun tam hissəsi 2'dir. Deməli biz buradan kəsir hissəni tapmaq üçün, yəni 0,6 nə qədərini tapmaq üçün, deməli biz bu 2'ni bundan nə etməliyik? Çıxmalıyıq. Deməli 6 ədədin, 6 ədədin kəsir hissəsini tapmaq üçün 6'dan 2'ni nə etməliyik? Çıxmalıyıq. Yəni onun tam hissəsini çıxmalıyıq. Deyək ki, başqa bir misal. Kökün altında 10 ədədinin kəsir hissəsi bizə lazımdır. Biz bilirik ki, ondan 3 tam nə qədər çıxır? Deyək ki, 3 tam təqribi 1/10 məsələn. Deməli bunun kəsir hissəsi 0,1 olur. Deməli biz bundan 3'ü çıxdıqda 10 ədədinin kəsir hissəsini tapmış oluruq. Başqa bir misala baxaq məsələn. Yazıb ki, mənfi 5 ədədinin kök altında 5 ədədinin kəsir hissəsi. Mənfi 5 ədədinin kəsir hissəsi. Siz bilirsiniz ki, mənfi 5 ədədi kəsir hissəsini tapmaq üçün ilk olaraq 5 ədədinin kökünü bilməliyik.
Deyək ki, təqribi 2,2 neçə olacaq? 2 olacaq təqribi. Deməli, bunun tam hissəsi bizə nə olur? -3 verir. -3 verir. Kəsir hissəsi, bu -3. Kəsir hissəsi bizə nə verir? -3-dən. Deməli, nə etməli? Ümumiyyətlə, bir şey yadda saxlayın inşallah. Bir dənə bunu qeyd eləyin ki, yadda saxlayın. Kök altı 5 yazmayıb. 5-dən böyük olan ədəd nədir? Lap qısa olaraq belə deyək. 5-dən böyük olan ədəd hansıdır? Kök altı 9. Deməli, dərhal yazacaqsınız ki, 3 minus kök altı 5 bunun kəsir hissəsidir. Qısa olaraq daha aydın başa salım sizi. Çünki -3 bunun tam hissəsidirsə, buna aid burada göstərim. 0,8 bunun kəsir hissəsi olur. Bu 0,8 tapmaq üçün biz 3-dən 2,2-ni çıxmalıyıq da. Aydın olur. Ona görə mənfi ədədlərdən nə olsa, buna əsasən. Məsələn, yazıb -15. Siz deməsi bunun kəsir hissəsini bizdən soruşursa, 15-dən böyük hansı ədəd üzrəndən kök alırıq? 16. Demək yazacaqsan 4 minus kök altı 15. Bunun kəsir hissəsi bu oldu. Aydın olur. Bax, burada ədəd də yaza bilər. Deyək ki, 29. -29. Bilirsiniz ki, bunun kəsir hissəsini bizdən soruşursa, ox qoyuram. 29-dan sonra gələn hansı ədədi kök alalım? 36. Demək, bunun kəsir hissəsi olur 6 minus 29. Kök altı 29. Düzdürmü? Burada 29-un əvvəlindən hansı bir ifadə yazıbsa məsələn 7 minus kök altı 29. Nə bilim 6 minus kök altı 29. Siz bunu yaxud 8 yazaq, 8 kök altı. Buna fikir vermirsiniz. Yenə bunun kəsir hissəsi cavab olur nə? 6 minus kök altı 29. 6 minus kök altı 29. Aydın oldu. Həmin bu misalların, yəni buna əsasən inşallah bunu diqqətlə saxlayın. Sonraki misallarda bir-iki misal da izah edim sizə. Bir-iki misal baxayım, burada hansı misallar qalır. Deməli, belə bir misal yazıb. Yazıb ki, 2x minus 7 üzərinə gəlsin modul 3y plus 5 bərabər 0. Deməli, 2 modul ifadənin cəmi 0-a bərabərdir. Siz bilməlisiniz ki, modul həmişə müsbət ədəddir. Düzmü? Mənfi ədəd ola bilməz. 2 ifadənin cəmi əgər 0-a bərabərdirsə, demək bu ifadə özləri ayrı-ayrılıqda nəyə bərabərmiş? 0. Demək 2x minus 7 də bərabərdir 0-a. 3y plus 5 də bərabərdir nəyə? 0-a. Demək buradan da alırıq. X bərabərdir 3,5. Y bərabərdir -5 bölünsün 3. Yəni y bərabərdir -5 bölü 3 qiymətində. X 3,5 qiymətində bu ödənilir. Yaxud kök altı ifadələrlə də verə bilər. Yazacaq ki, kökün altında 2y plus 4 və belə misallar da ola bilər. Sizə rast gəlsin. Test nümunələrində var. Din toplusunda da var. Digər güvəndə də, digər kitablarda bu nümunə misallar var. Deməli, bərabər 0. Biri kökdür, biri moduldur. Bunların cəmi bizə 0 verir. Deməli, yenə bunlar ayrı-ayrılıqda 0-a bərabərdir. 2y plus 4-ü də 0-a bərabər eləyirsiniz, həll edərsiniz. 3x plus y minus 7 ilə 0-a bərabər eləyib həll edərsiniz. Buradan y-in cavabını tapıb ikinci təlinlikdə yerinə qoyun. X-i də buradan eləyin, tapın. Ümumilikdə uşaqlar, sizə belə bir misal versə ki, modul x bərabərdir -5. Deyəcəksiniz ki, bu təlinliyin həlli yoxdur. Yaxud kökün altında ikinci dərəcədən x bərabərdir -1. Deyəcəksiniz ki, bu təlinliyin həlli yoxdur. Aydındır. Bu tip misallara fikir verin. Bir də uşaqlar, deyəcəyim məsələ odur ki, məsələn, yazıb kökün altında modulda x üzərinə yazıb modulda y bərabərdir 0.
Siz fikirləşin ki, uşaqlar, bu tipdə olan misallar cəm şəklindədirsə, cəm şəklində, iki ifadanın cəmi şəklindədirsə, bunlar mütləq və mütləq sıfır olmalıdır. Burada birinci misalda, ikinci misal düzdür kökdə var. Kökə aid də bilirsiniz, kök cüt dərəcədən heç vaxt mənfi ola bilməz. Amma tək dərəcə olsa, məsələn yazsa, üçüncü dərəcədən x üzərinə yazsa modul y bərabər 0. Hə, ola bilər ki, burada ədəd mənfi olsun, burada müsbət. Mənfi ilə müsbəti toplayanda cavab bizə nə verəcək? 0 verəcək. Məsələn, müsbət hər hansı bir ədəd. Deyək ki, mənfi 5 ilə müsbət 5-in cəmi bizə 0 verir. Yəni, burada tək dərəcə olanda bəli, alınır. Amma cüt dərəcədə heç vaxt mümkün deyil. Bu qədər əziz şagirdlər. Növbəti mövzumuz tam cəbir ifadələr və çox ədədlərin vurğular ayrılması olar. Hər birinizə uğurlar arzulayıram.